Zeynəb və Nəfəs arasında barışıq. Ancaq aramıza akşin girə bilər bundan sonra. Allah bir daha aramızı nifaq salmasın. Qırıb, kəsmək, atmaq olmur. Bitib, ayrılıq da bitib, hicran da bitib, həsrət də bitib bir yerdən. Xanım ifaçılar yenidən bir arada. Bir dənə uzaqlaşın. Mehribançılıqdır, mehribançılıqdır. Oy, oy, oy. Əlbəttə ki. Mehribançılıqdır. Sən mehriban olmuşsan. Bir-birini ürəkdən çox istəyənlər doğma olurlar. Və salam. Birazdan Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. doğum gününü qeyd edən Akşin Fatih aralarında soyuq küləklər əsən Nəfəs Məmmədli və Zeynəb Həsənini barışdırdı. Neçə gün əvvəl bizim hər iki tərəfə yaxın olan bir insan var ki, mən də onu gözəl tanıyıram. Onunla biz Quba çəkilişlərinə gedəndə, klip çəkilişlərinə gedəndə yol boyunca danışdıq, planlaşdırdıq ki, Nəfəs xanımla Zeynəb xanımı barışdıraq. Barışdırmaq yox, belə görüşdürmək. Yəni hamısını burada demək istəmirəm. Yəni ki, aralarında bir məsafə var idi. Biz o məsafələri qısaltdıq. Yenidən əyləşdik bir yerdə, elə Bay Fatih ikisinə də düşərli oldu. Danışdıq, mehribançılıqdır şükür Allah. Allah bir daha aramızı nifaq salmasın. Dedikodulardan, söz-söhbətdən, qalmaqaldan uzaq olasınız. Bu da mənim sizə hədiyyəm olsun, ad gününüzdə. Buzlar əridi. Ayrılmaz rəfiqələr düşmənlərinə gözdağı verdilər. Ümumiyyətlə biz küsmürük. Sadəcə bir-birimizdən əlaqəni uzun müddət deyil əslində. Əlaqə ara bir saxlayırıq, yəni bu küsmək deyil. Sadəcə soyuqluq olur. O da düşünürəm ki, şəxsi həyatla bağlıdır ki, nə bilim mənim problemim ola bilər, Zeynəb xanımın problemi ola bilər. Ona başımız qarışa bilər. Yəni biz məsafəni biraz uzada bilərik. Getmə qardaş. Amma belə hər şey yolundadır. Bəli, hər şey yolundadır. Ümumiyyətlə uzun müddət münasibət quranda o artıq doğmalığa çevrilir və onu qırıb, kəsmək, atmaq olmur. Bitib, ayrılıq da bitib, hicran da bitib, həsrət də bitib bir yerdən. Bir dənə uzaqlaşın. Mehribançılıqdır, mehribançılıqdır. Oy, oy, oy. Əlbəttə ki. Mehribançılıqdır. Sən mehriban olmuşsan. Çətinliklərə birlikdə sinə gərən rəfiqələrin bu sözləri çoxlarını məyus edəcək. Sadəcə görüşməmişik, yəni deyirəm. Əsas odur aylarla görməsək də görüşəndə oluruq eyni adam. İndi ola bilər bu bizim aramızda narahatçılıq olanda, nəsə bir anlaşılmazlıq olanda böyüdürlər. Amma bu vallahi hər bir evdə də baş verir, bacı ilə bacı arasında, qardaşla bacı olur da yəni. Necə ki ailədə söz-söhbət olur. Biz də onun kimi, bizdə doğmayıq deyə bizdə də olur, inciklik də olur da boş verin. Əsas odur mehribanlıq. Qəlbdən sevən hər kəs bir-birinə doğmadır. Buna ad bir şey deyim ki, buna ad qoymaq olmaz. Bacıdır, xala qızıdır, əmi qızıdır. Yəni bu çox süni səslənir. Həqiqətən də bir-birini ürəkdən çox istəyənlər doğma olurlar. Və salam. Ancaq aramıza akşin girə bilər bundan sonra. Nəfəs xanımla da Zeynəb xanımla bizim uzun illər dostluğumuz var. Digər sənətçi dostlarla da həmişə dostluq edirik. Amma ki, insanın ruhuna, enerjisinə yaxın olan adamlar olur ki, onların dərdlərində belə bir dostluq eləyə bilir. Hər zaman xoşbəxt olsun. İnşallah hər zaman da özünə deyirəm, onun övladların toyunda Allah bizə də qismət etsin ki, iştirak edək. Bu ad günü hər ilisi olur, amma o özəl gündə daha çox iştirak etmək istəyərəm. Bakşı, sən bizim üçün dəyərlisən. Səni, yəni hər kəs sənəti və insanlığını bilir. Və biz də sənin sənət dostun olaraq sənə həyatda da dostluq düzdür. Amma sənə çox böyük hörmətimiz var, səni çox istəyirik biz. Yaxşı ki varsan, yaxşı ki doğulmusan, yaxşı ki bizim dostumuzsan. Təbrik edirəm səni. Zeynəb və Nəfəs arasında barışıq. Ancaq aramıza akşin girə bilər bundan sonra. Allah bir daha aramızı nifaq salmasın. Qırıb, kəsmək, atmaq olmur. Bitib, ayrılıq da bitib, hicran da bitib, həsrət də bitib bir yerdən. Xanım ifaçılar yenidən bir arada. Bir dənə uzaqlaşın. Mehribançılıqdır, mehribançılıqdır. Oy, oy, oy. Əlbəttə ki. Mehribançılıqdır. Sən mehriban olmuşsan. Bir-birini ürəkdən çox istəyənlər doğma olurlar. Və salam. Doğum gününü qeyd edən Akşin Fatih aralarında soyuq küləklər əsən Nəfəs Məmmədli və Zeynəb Həsənini barışdırdı. Neçə gün əvvəl bizim hər iki tərəfə yaxın olan bir insan var ki, mən də onu gözəl tanıyıram. Onunla biz Quba çəkilişlərinə gedəndə, klip çəkilişlərinə gedəndə yol boyunca danışdıq, planlaşdırdıq ki,
Nəfəs xanımla Zeynəb xanımı barışdıraq. Barışdırmaq Çünki yox, onlar- belə görüşdürmək. Yəni hamısını burada demək istəmirəm. Yəni ki, aralarında bir məsafə var idi. Biz o məsafələri qısaltdıq. Yenidən əyləşdik bir yerdə, elə Bayfatih ikisinə də düşərli oldu. Danışdıq, mehribançılıqdır şükür Allaha. Allah bir daha aramızı nifaq salmasın. Amin. Dedikodulardan, söz-söhbətdən, qalmaqaldan uzaq Amin. olasınız. Bu da mənim sizə hədiyyəm olsun. Ad gününüz. Buzlar əridi. Ayrılmaz rəfiqələr düşmənlərinə gözdağı verdilər. Ümumiyyətlə biz küsmürük. Sadəcə bir-birimizdən əlaqəni uzun müddət deyil əslində. Əlaqə ara bir saxlayırıq, yəni bu küsmək deyil. Sadəcə soyuqluq olur. O da düşünürəm ki, şəxsi həyatla bağlıdır ki, nə bilim mənim problemim ola bilər, Zeynəb xanımın problemi ola bilər. Ona başımız qarışa bilər. Yəni biz məsafəni biraz uzada Dərinə bilərik. getmə qardaş. Amma belə hər şey yolundadır. Bəli, hər şey yolundadır. Ümumiyyətlə uzun müddət münasibət quranda o artıq doğmalığa çevrilir və onu qırıb kəsmək, atmaq olmur. Bitib, ayrılıq da bitib, hicran da bitib, həsrət də bitib bir yerdə. Bir dənə uzaqlaşın. Mehribançılıqdır. Əlbəttə ki. Mehribançılıqdır. Sən mehriban olmuşsan. Çətinliklərə birlikdə sinə gərən rəfiqələrin bu sözləri çoxlarını məyus edəcək. Sadəcə görüşməmişik, Bəli. yenə deyirəm. Əsas odur aylarla görməsək də görüşəndə oluruq eyni adam. İndi ola bilər bu bizim aramızda narahatçılıq olanda, nəsə bir anlaşılmazlıq olanda böyüdürlər. Amma bu vallahi hər bir evdə də baş verir, bacı ilə bacı arasında, qardaşla bacı olur da, yəni necə ki ailədə söz söhbət olur. Biz də onun kimi, bizdə doğmayıq deyə bizdə də olur, inciklik də olur da, boş verin. Bəli. Əsas odur mehribanlıq. Qəlbdən sevən hər kəs bir-birinə doğmadır. Buna ad bir şey deyim ki, buna ad qoymaq olmaz. Bacıdır, xala qızıdır, əmi qızıdır. Yəni bu çox süni səslənir. Həqiqətən də bir-birini ürəkdən çox istəyənlər doğma olurlar. Vəssalam. Aramıza akşin girə bilər bundan sonra. Nəfəs xanımla da Zeynəb xanımla bizim uzun illər dostluğumuz var. Digər sənətçi dostlarla da həmişə dostluq edirik. Amma ki, insanın ruhuna, enerjisinə yaxın olan adamlar olur ki, onların dərdlərində belə bir dostluq eləyə bilir. Hər zaman xoşbəxt olsun. İnşallah hər zaman da özünə deyirəm, onun övladların toyunda Allah bizə də qismət etsin ki, iştirak edək. Bu ad günü hər ilisi olur, amma o özəl gündə daha çox iştirak etmək istəyərəm. Bakşı, sən bizim üçün dəyərlisən. Səni, yəni hər kəs sənəti və insanlığını bilir. Və biz də sənin sənət dostun olaraq sənə həyatda da dostluq düzdür. Amma sənə çox böyük hörmətimiz var, səni çox istəyirik biz. Yaxşı ki varsan, yaxşı ki doğulmusan, yaxşı ki bizim dostumuzsan. Təbrik edirəm səni.